Konfrans İnkişaf Körpüsü sənaye və investisiya əməkdaşlığının genişlənməsi mövzusuna həsr olunub. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın içindəki ticarət nümayəndəliyi və Aspromanın təşkilatçılığı ilə keçirilir və hazırda bizim birbaşa bağlantımızda müsahibim var. İstəyərdim onu təqdim edeyim. Müsahibim İxracın və İnvestisiyanın Təşviqi Agentliyinin icraçı direktoru Yusif müəllim Abdullayevdir. Xoş gördük Yusif müəllim. Yusif müəllim, konfransın məqsədi, ümumiyyətlə gündəlikdə müzakirə olunan mövzularla bağlı zəhmət olmasa qısaca olaraq məlumat verərdiniz. Artıq siz də vurğuladınız. Bu konfrans çox önəmlidir. Çin-Azərbaycan sənaye investisiya münasibətlərinin və ticarət münasibətlərinin genişləndirilməsi nöqteyi nəzərindən biz kifayət qədər böyük bir nümayəndə heyəti ilə gəlmişik. Təxmini 40-a yaxın dövlət və özəl qurumların nümayəndələri var. Siz də konfransı işıqlandırırdınız və 13 dənə sənəd imzalandı artıq konfransımızın birinci hissəsində və bu sənədlər praktik sənədlərdir. Burada konkret olaraq Azərbaycanda Çinli texnologiyaların transferi, traktor istehsalı, kompüter istehsalı, karton istehsalı və digər istehsalların qurulması, investisiya layihələrinə Çin tərəfindən, investorları tərəfindən pulların yatırılması nəzərdə tutulur və dediyim kimi, yəni bu çox mötəbər bir konfrans və mötəbər bir platformadır. Onu vurğulamaq istəyərdim ki, NDRC qurumu Çinin əsas qurumlardan biridir və istənilən Çin şirkətlərinin, özəl və dövlət şirkətlərinin Çindən xaricə pul yatıranda bu NDRC təşkilatının mütləq şəkildə icazəsi olur və bizim də onlarla bu partnyorluqda bu cür konfransı təşkil eləməyimiz dediyim kimi əlaqələrimizin növbəti bir mərhələsinə gətirib çıxardacaq və biz inanırıq ki, bu konfransın sonunda da nəticələr ciddi olacaq və artıq biz o ciddiyyəti Çin tərəfindən görürük. Təşəkkür edirəm Yusif müəllim. Leyla, bizim Pekindən çatdırmaq istədiklərimiz bu qədər. Söz təkrar sizdədir.